Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Zaur Baxşəliyev sosial media hesabında Gəncədə yeni aldığı evdən görüntülər paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. O həmçinin baxın görün Gəncədə kimin evində qonaq olub. Bəli. Siz gələsiniz, xoş gəlibsiniz. Bu sizin öz evinizdir. Sən mənə de görün, bura ən çox kim gələndə sənin ürəyin açılır? Sənin evinə bax, Nasbəri xanım gəlib, Mətənət xanım gəlib, Nüşabə xanım gəlib, sonra Sadiq gəlib, Gülyana xanım, Gülyaz xanım gəlib. Biz gəlmişik. Yəni ən çox hansı gələndə? Yaman yerdə axşamladıq. Bu başqa məsələ. Bax, o qədər gözəl dostlarımız var. O saydıqlarınız bax ürək dostlarıdır. Yəni hamınız gələndə ürəyim çox şad olur. Ən çox. Vallahi sizin heç hansınızı bir-birinizi seçəmirəm. Allah hamd olsun. Var olun. Var olun. Var hər Sağ olun. zaman. Amma məncə birinci mən gəlmişəm sizə. Yoxsa? Əvvəl, Lap əvvəldən söhbət gedir. lap əvvəldən siz gəlibsiniz. Bəli, bəli. Ən birinci siz gəlibsiniz. Müğənnilər sonra gəliblər də. Yox, ən birinci Mətən xanım gəlibdi. Sonra İskəndərli. sonra siz gəlibsiniz. Məncə Mətənətdən qabaq biz gəlmişik. Ən birinci. Bir 15 var gəlibsiniz. 15 il bundan qabaq gəlməsən. Yox, onda o gəlib. Birinci o gəlibdi. 15 il bundan qabaq nə var idi? Deməli buna bax. Bax, bunun bicliyinə bax. Aha, uzandı ki mənim masajım. Gəl bura görüm. Gəl bura görüm. Gəl bura görüm. Sen masaj istəmişdin? Sen masaj istəmişdin. Mən nə? Uş, əzmədim səni. Əzmədim. İndi bax. Bax, cumacaqsın. Bicliyinə bax bunun, bicliyinə bax. Uzanır ki ben masaj elə. Gel bura. Mən də belə eləyərdim. Mən də belə masaj eləyən olsaydı, mən də indi belə uzanmışdım. Yenə gələcək. Düşəcək qalmış. Yaxşı. Masaj istəyirsən sən məndən? Gəl. Gəl. Uzan. Əri yuxudayken qadın birdən ayıldı, onun yatdığı yerə yaxınlaşdı. Qarşıdan fevralın 14-ü gəlirdi. Həyat yoldaşının ona hədiyyə almadığını düşünüb, alnına 100 cürə gic fikirlər gəldi. Evdə vargən etdi. Birdən gözü evdəki şkafa sataşdı. Qapılarını açıb axtarmağa başladı. Dedi bəlkə hədiyyə alıb orada gizlədib. Hədiyyəni tapmayanda alnına tava gəldi. Tavanı götürüb mışıl yatan həyat yoldaşına yaxınlaşdı. Üzünə baxdı. Elə şirin yatmışdı, istədi vursun. Sonra əlini saxladı, biraz fikirləşdi. Tərəddüdlə həyat yoldaşının oyanmasını gözlədi. Həyat yoldaşı ona sürpriz hazırlamışdı. Yuxudan durub gördü ki, xanımı əlində tava kresloda yuxuya gedib. Üstünü örtüb, dünəndən aldığı hədiyyəni onun qucağına qoydu. Xanım yuxudan ayılıb, hədiyyəni görəndə şübhələndi. Dərhal əlini dişinə apardı. Görəsən bunu feyə gətirib. Sonra birdən yadına düşdü ki, onun süd dişləri çoxdan düşüb. Hədiyyəni açdı. Gözlərinə inanmadı. Qutunun üstündə sapfir jiveleri yazılmışdı. Əynini giyinib mağazaya getdi. Mağazada ona dedilər ki, sənin ərində o hardadır gəlib elə boyun bağı alsın. Onu biz sizə hədiyyə göndərmişik. Qadın bilmədi, sevinsin yoxsa ağlasın. Evə qayıtdı. Kapıdan girən kimi tavanı ərinin başına çırptı. Amma çox xoşbəxt idi. Çünki artıq onun boyunbağı var idi. Özü də sapfir jiveleridən. Əri yerdən duranda nə baş verdiyini anlamadı, bezmişdi. Bundan sonra nə edəcəyini düşünüb yatmağa getdi. Ay qız, Maldivə gedirəm, Maldivə. Nəhayət. Zaur aparır. Detallarını sonra danışaram. Yaxşı canım, yaxşı. Xəbərim var, bir tək biz qalmışıq Maldivə getməyən. Biri şəkil paylaşır, biri video paylaşır. Bezdim axı bu paylaşımlara baxmaqdan. Nə vaxt məni Maldivə aparacaqsan sən? İcazə ver corabımın cırığını tikim qutarım, aparacam səni. Yaxşı Zaur. Eybi yox, qoy Zaur corabını tiksin. Mən onu Maldivə apararam. Eşitdim ki, Emsanda xüsusi cehiz kampaniyası var. Bu dəstləri alanlara Maldivə səfər şansı verilir. Bəli xanım, cehiz paketinə bunlar daxildir. 60 parça yemək dəsti, 7 parça qazan dəsti, 24 parça bakal dəsti, 60 parça çəngəl, bıçaq, qaşıq dəsti.
Yığın hamısını. Mən alıram. Cehizə imsandan alın. Maldiv sizə bir addım yaxın olsun.